Salondan qayıtdım. İndi make-up'ımı təmizlədim və indi başlayıram makiyajı eləməyə. Bu vasitə ilə təmizlədim. Belə wow təmizlədi yox, çünki panorama duşunu təmizləmək çox çətindir. İlk öncə Mixonun spreyi var. Çox xoşduram onu. Üzümüzə belə 2 ildir ki istifadə edirəm və çox bəyənirəm. Dodaqlarımı nəmləndirirəm bu vazelinlə. Linza. Açaq. Geyimimə uyğun. Linzalar seçdim. Belə Majestic Grey. Çox səhv. İstədim bir balaca yoldaşımın qorxuzum, amma özümdən qorxdum. Avazım çox bir Halloween stilində olub. Bilmirəm. Anyway. Devam edirik makyajımızı. Yaxından baxmasa öncə işlə bilinmir. Həmin o kislə biraz keçirəm üstündən. Çünki çox əllədim üzümü. Linzanı çox əziyyətlə taxıram mən sayırım. İstəyirəm tonalni kremlə qarışdırım. L'Oreal True Match'dan. Çox az istifadə edirəm tonaldan. Görürsünüz də vəziyyətini çox az istifadə edirəm. Ümumiyyətlə sevmirəm. Özəl günlərdə istifadə edirəm. Kislə karıştırıram. Göz kölgəsini eləyəndən sonra eləyirlər üzü. O daha doğrudur taktik olaraq. Niyə? Çünki göz tenini eləyəndə o düşür. Tenindən qalan qırıqlar tökülür üzə və tezdən siz onu silib eləməkdənsə işığı dəyişdirdim. Düşündüm ki, biraz daha çox işığa ihtiyacım var. İndi keçirik. Bir paletim var. Baza çəkirəm. Qara krayon karandaşa. Sadəcə baza yaradıram ki, çox da ürkütücü qara görünməsin. Mənim belə bir Vivienne Savo'dan liner bir tozum var. 601 nömrəli. Gözümün iç hissəsindən çəkirəm ilk öncə. Ondan sonra buralarla gedəcəm. Bu tərəfə çatdırmıram. Çünki bura təbii olaraqdan bura ağ olmalıdır. Emil Ratajkowski'də görmüşdüm. Deyəsən, o da deyir ki, buranı ağ saxlamaq lazımdır. Sonra bunu əlimizlə yaymağa başlayırıq. Buradan belə bir qəhvəyi ton götürürəm, tünd. Heç vaxt smoky eləməmişim. Çox narahatam. Balaca kislə Cool Vibes rəngini. Hal-hazırda make-up tam deyildi. Çox qorxulu görünür məncə, bilmirəm. Açıq tonu vəlinə əlavə edirəm. Buranı birazca açıram. Beauty Diamond'dan Sparkle və vəlinə əlavə edirəm keçidin üstünə. 20 dəqiqəm göz farına getdim. İnanılmazdı. Keçirəm konsilerəm. Parıldatmaq istədiyim yerlərə daha çox istifadə edirəm. Kiko'nun skulptoruyla Natasha Denona'nın bronzerıyla daha belə yüngülcə, çox yüngül, belə bir kislə.
keçirək blusha. Başda Rare Beauty'dən istifadə edəcəm. Hə, oldu həyat. Qapını kilitləmişəm ki, bura gələ bilməsin. Boyda zəhmətimiz hədərə gedər yoxsa. Highlighter'dan istifadə edəcəm. Iconic. Puanın 0.04'ündən istifadə edəcəm. Tam uclardan başlayıram. Gəlmə bura. Sən geç o birisi tualetdə də. O birisinə keç. Notun belə bir pomadası var. Dizonun parlaqlığı da olsun. Əslində lip oil'dim. Lip oil'ı heç bir pomadanın üstündən vurmaq düzgün deyil. Məylədim. Bu kistimdən pomadanın kənarlarını, konturunu daha da sərtləşdirirəm. Mənə elə gəlir, blush biraz az oldu. Ona görə Catrice'in bu blush'ından istifadə edəcəm, quru. Panoramanın bu seriyasındandır, amma qarası da mən həmişə qızılısından istifadə etmişəm. Bu dəfə qarasını sınamaq istədim. İki dənə paltar seçimim var. Bu qırmızı razrez var burasında və bu kənarları çox açıqdır. Yəqin ki, yoldaşım buna çox əsəbləşəcək. Amma dedim ki, bugün olar. Deyirəm də, ona görə giyinirəm də. Yaxşı, çox sağ ol həyat. Belə bir sumka və belə bir ayaqqabılarla. Təbii ki, yoldaşım qara paltarı daha çox açıq bildiyinə görə paltarımı dəyişdirdim və qırmızıya qərar verdim. Parfümü vurandan sonra sizdən sağollaşıram. Hələlik.